Balalarınızın plakatlarını küçələrdən söküblər, töküblər bir lazımsız yerə. İndi də bu cavan oğlan deyir, gəlin götürün. Baxaq. Salam dəyərli şəhid ailələri, şəhid yaxınları. Bir məlumatı sizlərlə bölüşmək istəyirəm. İnşallah sizlərin də xəbərdar olsun. Paylaşın ki, hər şəxsin xəbəri olsun. Yəqin ki, məlumatlısınız. Müəyyən səbəblərdən Gəncə şəhərində olan şəhid plakatları sökülür. Mən də çox axtardım bu şəkillərin harda olduğunu, axır ki tapdım. Paylaşıram ki, sizlərin də məlumatı olsun, axtarmayasınız. Gəlib şəhidlərimizin şəklini təhvil götürəsiniz inşallah. Ünvan Gəncə şəhər Kanal arasıdır. Bura haradır? Daşqın inşaatın yanından sağa dönürsən, təxminən 300-500 metr gələndən sonra Gəncə Kanal arası var, yolun sağında. Gördüyünüz kimi içəri hamısı şəhid plakatlarıdır. İnşallah yaxınlaşın, şəhidlərimizin şəklini götürün, təhvil alın, aparın ki, burada qalıb məhv olmasın. Görürsünüzmü dostlar? Görün balalarımızın başına nə oyunlar açırlar. Bunları narahat elədi. Bakıda, Gəncədə, regionlarımızda bunları bizim balalarımızın şəkilləri belə narahat elədi. İlham Əliyev necə o qəhrəmanlara baxsın axı? Necə o qəhrəmanlara baxsın axı İlham Əliyev? Mehriban Əliyeva necə o qazilərə, o qəhrəmanlara baxsın axı? Axı bunların evladları, nəsli kökü, babası, atası hamısı dezertidir. Bunlar şir ürəkli oğullara baxanda, hələ dayılarına güllə atanları görəndə bu Mehriban Əliyeva, İlham Əliyev dəli olur axı. Axı bizim hakimiyyətimiz ermənilərin əlindədir axı.